Doktor, biz haramız ağrıyanda əlbəttə ki, həkimlərə gedirik, müraciət edirik. Amma niyəsə diş həkiminə getmək, stomatoloqa getmək böyük bir faciəyə bənzəyir. Çünki bilmirəm, ya oradakı ağrılar tam fərqlidir, bilmirəm, bax, nəyə görsə, başqa həkimə güzel rahatlıqla gedirsən. Amma stomatolog... Bu məsələlər tamamilə doğru vurğuladınız, amma bu məsələlərin inanırsınız altında duran altyapısı uşaqlıqda olan həkimə qarşı olan travmadır. Həkimə qarşı olan. Bəli, uşaq hansısa həkimə apardılıb, uşağın məsəl üçün belə deyək, yəni uşaqda o vaxtdan belə deyək, yəni artıq o fobiya yaranıb. Ona görə də uşaq stomatoloqları və yaxud uşaqlarla məşğul olan diş həkimləri mütləq mən məsləhət görürəm ki, çalışıb uşaq əgər qorxan bir uşaqdırsa, fobiyası varsa, onda mütləq sedasiyadan olunsun, yatırdaraq olunsun ki, o cür mən indi artıq illərdir, 15-20 ildir bu işin içindəyəm. Yəni bütün məsələlərin, o qorxunun altında bir qorxu travması var. Amma yaddaşımızda qalır ona görə. Amma deyirlər ki, bu belə deyim, yatırdaraq olmağı da risklidir. Çünki bu yaxınlarda belə bir hadisə olmuşdu, bəli. Səidə xanım, inanırsınız, yəni riski deyərkən işini professional görən insanlar üçün doğru düzgün belə deyək, yəni qurulmuş bir sistem varsa, həkim anestezioloq normaldırsa, diş həkimi normal seçilibsə, heç bir qorxusu yox. Zaten bu bütün dünyada yəni bu cür iş gedir.